Yaxşı, yəni fərz edək ki, iki tamamilə fərqli insanın vəsiyyətnaməsi eyni gündə açıqlanır. İki tamamilə ziddiyyətli həyat. Aha, maraqlı başlanğıcdır. Deməli, biri Richard Fusconi adlı bir adamdır. Adam Harvard Universitetini bitirib, MBA dərəcəsi alıb, Merrill Lynch kimi nəhəng bir maliyyə qurumunun top meneceri olub, öz sahəsində o qədər uğurlu idi ki, cəmi 40 yaşında təqaüdə çıxmışdı. Dəhşətdir, 40 yaşında təqaüdə çıxmaq. Hə, özü də 2 lifti, 11 vanna otağı olan nəhəng bir malikanədə yaşayırdı. Digər tərəfdə isə Ronald Reed var. Kənddə doğulub, heç bir ali təhsili yoxdur. Yəni, tam bir əks qütb. Tamamilə. Ömrünün 25 ilini bir yanacaq doldurma məntəqəsində avtomobil təmir etməklə keçirib, qalan 17 ilini isə sıradan bir mağazada xadimə işləyib. Ən böyük əyləncəsi də odun qırmaq olub. Amma bu adam 2014-cü ildə vəfat edəndə bütün dünya şoka düşdü. Niyə? Çünki hekayənin sonu heç də gözlənildiyi kimi bitmir. Elədir. Çünki həmin dövrdə o Harvard məzunu olan böyük maliyyəçi Richard Fusconi 2008-ci il böhranında hər şeyini itirərək tamamilə iflas etmişdi. Evi də hərraca çıxarılmışdı. O, xadiməlik edən Ronald Reedin isə hazır olun tam 8 milyon dollar sərvəti var idi. 8 milyon dollar. Öz də xadimə maaşı ilə. Bəli, o bu pulun 2 milyonunu ögey uşaqlarına, qalan 6 milyonunu isə yerli xəstəxana və kitabxanaya bağışladı. Yəni, mən başa düşə bilmirəm, bu necə ola bilər axı? Əslində bu hekayə bizə çox böyük bir illüziyanı, yəni o qəlibləşmiş düşüncələri dağıtmağa kömək edir. Baxın, belə bir senari ilə yalnız və yalnız maliyyə dünyasında rastlaşa bilərsiniz. Necə yəni? Təsəvvür edin ki, heç bir təhsili, təcrübəsi olmayan bir kəndli dünyanın ən yaxşı kardioloqundan daha uğurlu ürək əməliyyatı edir. Bu heç cür mümkün deyil. Düzdür. Yaxud ən yaxşı memarından daha dözümlü göydələn tikir. Bu absurd səslənir. Çünki o sahələr dəqiq elmlərdir. Onların sərt qaydaları var. Lakin maliyyə fərqlidir. Aha, maliyyə elmi sadəcə rəqəmlər deyil. Düzdür. Pulla yaxşı davranmaq sizin zəka səviyyənizlə, yəni təmiz riyaziyyatla yox, xarakterinizlə, davranışlarınızla bağlıdır. Öz egonuzu və qorxularınızı necə idarə etməyiniz məsələsidir. Bugün biz sizinlə bu dərin təhlildə məhz bu mənbələrə, xüsusən də pulun psixologiyası fəlsəfəsinin detallarına inəcəyik. Yəni, pulun riyaziyyat deyil, bir yumşaq bacarıq, soft skill olduğunu aydınlaşdıracağıq. Tam olaraq elədir. Məqsədimiz dinləyiciyə, yəni sizə təkcə rəqəmləri deyil, insan davranışının maliyyəni əslində necə idarə etdiyini göstərməkdir. Deməli, hər şey davranışla, reaksiyalarımızla bağlıdır. Amma bir anlıq düşünün, yəni biz hamımız eyni dünyada yaşayırıq, eyni iqtisadi xəbərləri oxuyuruq, eyni bazarı görürük. Bəs o zaman niyə pulla bağlı qərarlarımız bir-birindən bu qədər fərqlənir? Çünki baxış bucaqlarımız fərqlidir. Aha, bəzən birinin aldığı qərara baxıb adam deyir ki, bu adam dəlidir. Məsələ burasındadır ki, dünyada baş verən iqtisadi hadisələrin bəlkə də 0,0000001% sizin və ya mənim şəxsi təcrübəmizə aiddir. Yəni çox cüzi bir hissəsi. Elədir. Lakin o kiçicik faiz bizim dünyanın necə işlədiyinə dair düşüncələrimizin bəlkə də 80%-ni formalaşdırır. Məsələn, John F. Kennedy'nin çox məşhur bir hekayəsi var. Hə, böyük böhranla bağlı olan? Bəli, o 1930-cu illərin böyük böhran dəhşətini, yəni insanların necə ac qaldığını, küçələrə düşdüyünü, yalnız ildən sonra Harvard Universitetində oxuyarkən kitablardan öyrəndiyini etiraf etmişdi. Dəhşətdir. Milyonlarla insan acından ölərkən o bundan xəbərsiz olub? Çünki o dövrdə Kennedy ailəsi o qədər zəngin idi ki, böhran onlara sadəcə olaraq malikanələrinə daha ucuz qiymətə daha çox xidmətçi işə götürmə imkanı yaratmışdı. Aha, yəni böhran onlar üçün sadəcə ucuz işçi qüvvəsi demək idi. Tamamilə. İndi fərz edək ki, siz ailəsini doyurmaq üçün günlərlə iş axtaran bir insansınız. Sizin risk anlayışınızla Kennedy kimi böyüyən birinin risk anlayışı eyni ola bilərmi? Qətiyyən, biz heç birimiz dəli deyilik. Sadəcə iqtisadiyyatı tamamilə fərqli şəxsi təcrübə linzalarından görürük. Və baxın, bu fərqli linzalar bizi əslində heç kimin tam idarə edə bilmədiyi iki əkiz qüvvə ilə üz-üzə qoyur. Bunlar
şans və riskdir. Şans və risk. Aha. Biz çox vaxt uğur qazananda bunu dərhal öz zəhmətimizə bağlayırıq. Deyirik ki, mən çox çalışdım. Uğursuz olanda isə bunu şanssızlığa və ya xarici amillərə bağlayırıq. Psixoloji müdafiə mexanizmi. Düzdür. Reallıqda isə həyatdakı hər bir nəticə fərdi səylərimizdən çox kənar qüvvələr tərəfindən formalaşır. Gəlin Bill Gatesin hekayəsinə fərqli bir bucaqdan baxaq. Bəli, o inanılmaz dərəcədə zəhmətkeş və dahi idi. Bunu kimsə inkar edə bilməz. Lakin 1968-ci ildə bütün dünyada kompüteri olan bəlkə də yeganə məktəbdə Lakeside məktəbində oxumaq milyonda bir ehtimalla baş verən bir şans idi. Gates sözü də deyir ki, Lakeside olmasaydı bugün Microsoft olmazdı. Yəni şans faktoru hər şeyin təməlində oldu. Bəli, eyni zamanda bilirsiniz, bu hekayənin çox kədərli bir üzü də var. Kent Evans. Kent Evans, aha, onun dostu. Onun qədər ağıllı, bəlkə də daha ehtiraslı və gələcəyin kompüter dünyasını quran bir gənc idi. Lakin Kent orta məktəbi bitirmədən dağa dırmanma zamanı qəzaya düşüb həlak oldu. Dəhşətdir. Eyni məktəb, eyni şans. Amma fərqli nəticə. Kent milyonda bir ehtimalla baş verən o dəhşətli risklə üzləşdi. Yəni, eyni şərait, eyni zəka, eyni böyüklükdə qüvvə, lakin tamamilə əks istiqamətlərdə işlədi. Biz adətən yalnız sağ qalanların hekayələrini danışırıq, göz qabağında ancaq onlar olur. Lakin şansın əkiz qardaşı olan risk hər an oyundadır. Bax, bu məqamda insan istər-istəməz bir qədər tərəddüd içində qalır. Yəni, əgər mənim zəhmətimin, zəkamın üstündə belə nəhəng, mənim nəzarət edə bilmədiyim şans və risk qüvvələri varsa, o zaman biz qaydalara niyə əməl edirik? Maraqlı sualdır. Məsələn, Cornelius Vanderbilt'i xatırlayaram. 19-cu əsrdə dəmir yolu imperiyasını qurarkən adam qanunları və rəqiblərini heçə sayırdı. Bir dəfə məsləhətçiləri ona, yəni qanunsuz iş gördüyünü xatırladanda, o belə demişdi: "Mənim gücüm yoxdurmu? Qanun mənim nəyimə gərəkdir?" Hə, tipik Vanderbilt. İndi tarix ona bir dahi kimi baxır, çünki adam nəticədə qazandı. Lakin 2000-ci illərin əvvəllərində Enron şirkətinin rəhbərləri eyli cür qaydaları pozanda, hər şey partladı və biz onları cinayətkar adlandırıb həbsxanaya atdıq. Əgər dahi ilə cinayətkar arasındakı o incə xət sadəcə qərarların nəticəsinə, yəni şansa bağlıdırsa, biz uğurlu insanlardan ümumiyyətlə nə öyrənə bilərik? Belə çıxır ki, hər kəsin məsləhəti sadəcə loteriya nömrəsini soruşmaq kimidir. Bax, məhz buna görə də fərdlərə deyil, bölük şablonlara diqqət yetirməliyik. İnsan beyni mürəkkəb səbəb-nəticə əlaqələrini sadələşdirməyi sevir. Biz həmişə mütləq bir qəhrəman və ya günahkar axtarırıq. Bəli, qəhrəmanlar yaratmağı sevirik. Məsələn, bir milyarderin səhər saat 4-də oyanmasını oxuyuruq və deyirik ki, aha, deməli uğurun sirri tez oyanmaqdır. Bəli, səhər saat 4-də oyanıb meditasiya etmək. Amma səhər 4-də oyanıb iflas edən milyonlarla insanı görməzdən gəlirik. Bəli. Qayda belədir. Nəticə nə qədər ekstremaldırsa, onun arxasında şansın və ya riskin payı bir o qədər böyükdür. Buna görə də tək-tək milyarderlərin spesifik davranışlarını kopyalamağa çalışmaqdansa, daha universal doğrulara fokuslanmaq lazımdır. Universal doğrular dedikdə nəyi nəzərdə tutursunuz? Məsələn, gəlirindən az xərcləyən və öz vaxtına nəzarət edən insanlar həmişə daha stabil həyat sürürlər. Kimi qanun uyğunluqlara baxmalıyıq. Nə uğur, nə də məğlubiyyət həyatda göründüyü qədər yaxşı və ya pis deyil. Hər ikisinin arxasında bizim idarə edə bilmədiyimiz nəhəng mexanizmlər durur. Yaxşı, yəni tutaq ki, biz hər şeyi bu qanuni uyğunluqlarla edirik, şansımız da gətirir və böyük bir sərvət qazanırıq. Bəs onda necə olur ki, bəzən ən zəngin, ən savadlı insanlar belə bu sərvəti çox absurd risklərə qurban verirlər. Yəni, mən başa düşə bilmirəm. Fərz edək ki, Bernie Madoff kimi bir adamı götürək. Hə, tarixin ən böyük fırıldaqçılarından biri. Bəli, o, böyük fırıldağının üstü açılmazdan əvvəl, onsuz da tamamilə qanuni yollarla illik 25-50 milyon dollar gəlir gətirən çox böyük bir biznesə sahibi idi. Və ya Rajat Gupta məsələsi. Adam yetim kimi böyüyüb, dünyanın ən böyük konsalting şirkəti McKinsey-nin baş direktoru olmuşdu. Onun hekayəsi lap faciəvidir. Elədi. Sərvəti 100 milyon dolları keçdirdi. Adam yəni bu pulu xərcləməyə ömür tapmazdı axı.
Nəyə görə onlar onsuz da sahib olduqları və onlara tamamilə yetən bu lüks həyatı sadəcə qeyri-qanuni insider məlumatları ötürüb daha da zəngin olmaq üçün riskə qatdılar və sonda həbsxanada çürdülər? Hansı məntiq buna haqq qazandırır? Sözün düzü, heç bir rasional məntiq buna haqq qazandıra bilməz. Çünki burada problem rəqəmlərdə deyil, problem insanların lüğətində kifayət qədər, yəni enough, anlayışının olmamasındadır. Kifayət qədər. Bu çox dərin səslənir. Bəli, bizim ən böyük zəifliyimiz başqaları ilə yarışın, yəni o sosial müqayisənin heç bir tavanının olmamasıdır. Bu, dayandıra bilməyəcəyiniz sürətli bir qaçış aparatına bənzəyir. Treadmill kimi. Məsələn, illik $500.000 qazanan bir idmançı düşünün, o cəmiyyətin 99%-dən zəngindir, elə deyilmi? Əlbəttə. Lakin o, komanda yoldaşı olan və 36 milyon qazanan Mike Trout'a baxır və özünü dəyərsiz, kasıb hiss edir. Mike Trout isə Wall Streetdə illik 340 milyon qazanan bir hedge fond menecerini görür. Və o da özünü kasıb hiss edir. Düzdür. O hedge fond meneceri də axşam evə gedib televizorda Warren Buffett'i və ya Jeff Bezos'u görəndə özünü kasıb hiss edir. Bu təkərin sonu yoxdur. Əgər siz artıq əlinizdə olanı və həqiqətən ehtiyacınız olanı, sadəcə ehtiyacınız olmayan daha çox pul xatirinə riskə atırsınızsa, bu ehtiras yox, axmaqlıqdır. Ailəni, azadlığı, reputasiyanı və sakit bir yuxunu heç bir əlavə $1 milyon üçün riskə atmağa dəyməz. Deməli, bu yarışın sonu yoxdur. Yoxdur. Bu, sosial yarış oyununu udmağın yeganə yolu ümumiyyətlə o oyuna girməməkdir. Bilirsiniz, bu başqaları ilə yarışmaq, onlara özümüzü sübut etmək cəhdində çox ironik bir paradoks var. Tələbə vaxtı mən böyük bir oteldə avtomobil park edən valet kimi işləyirdim. Aha, yəqin nələr görmüsünüz orada. Oraya tez-tez Ferrari, Porsche, Rolls-Royce kimi super lüks maşınlar gəlirdi. İndi bir anlıq təsəvvür edin ki, siz yolla gedirsiniz və yanınızdan parıldayan belə bir Ferrari keçir. Səmimi olun, o an o maşını sürən adamın kim olduğu, onun necə uğurlu biri olduğu heç vecinizə də olmur, elə deyilmi? Düzünü desəm, heç kim o sürücüyə baxmır. Baxmır. Siz sadəcə o möhtəşəm maşına baxıb özünüzü o sükan arxasında xəyal edirsiniz. Siz düşünürsünüz ki, kaş o mənim olaydı, onda hamı mənə baxacaqdı. Lakin o maşını sürən adam isə elə bilir ki, siz ona heyranlıqla baxırsınız. Bu, inanılmaz dərəcədə gülməli bir illüziyadır. Yəni, heç kim sizin əşyalarınıza sizin qədər heyran deyil. Çox maraqlı və dəqiq bir müşahidədir. Hamı özür haqqında düşünür. Əgər biz bu qədər pulu ancaq başqalarının bizə heyran olması üçün xərcləyiriksə və bu strategiya əslində işləmirsə, niyə dayana bilmirik? Çünki biz çox vaxt zənginlik və sərvət anlayışlarını səhv salırıq. Bunlar fərqli şeylərdir. Cəmiyyət bizə bunları sinonim kimi öyrədib, amma əslində tam fərqlidir. Sizin gördüyünüz o lüks avtomobilləri sürən insanların bəziləri həqiqətən sərvət sahibi ola bilərlər, amma əksəriyyəti sadəcə zəngindir. Fərq nədədir? Əgər kimsə kreditlə və ya qazandığı bütün pulla $100.000 bir avtomobil alırsa, bu sadəcə o deməkdir ki, onun bank hesabında əvvəlkindən $100.000 daha az pulu var, ya da $100.000 daha çox borcu var. Yəni, zənginlik görünən tərəfdir. Bəli, zənginlik gözlə görünəndir, böyük evlər, bahalı saatlar, lüks maşınlar, lakin sərvət gözlə görünməyəndir. Sərvət o alınmayan avtomobildir, xərclənməyən puldur, imtina edilən brilyant saatdır. Sərvət əslində bir seçim hüququdur, sizin gələcəyinizi aldığınız opsiyondur. Bunu biraz daha açardınız, çox maraqlıdır. Baxın, dinləyicilərimiz üçün bunu bir növ pəhrizə, diyetaya bənzədə bilərik. Siz idman zalında saatlarla çalışıb 1000 kalori yandırırsınız, zaldan çıxanda ürəyiniz böyük bir şirniyyat istəyir. O his hamımıza tanışdı. Zənginlik o şirniyyatı yemək və mən idman eləmişəm, haqqım çatır deməkdir. Sərvət isə o böyük iradəni göstərib, yandırdığınız kaloriləri o şirniyyatla geri almamaqdır. Sərvət gözə görünməz, iradə və özünü idarə etmə tələb edən bir konseptdir. Çox gözəl analogiyadır. Amma əgər sərvət hərcləmədiyimiz, bankda eləcə gözləyən pullardırsa, bəs o pullar necə böyüyüb həqiqi sərvətə çevrilir? Yəni, sadəcə qəpiyi qəpiyə vurmaqla adam milyonçu ola bilməz axı. Əlbəttə yox. Orada zamanın gücü, yəni mürəkkəb faiz, ingiliscə desək compound interest, dövrəyə girir. Amma inanın mənə, insan beyni bunu qavramaqda çox acizdir.
Bizim beynimiz xətti işləyir. Yəni 8, 16, 24, 32. Lakin mürəkkəb faiz eksponensialdır. 8, 64, 512. Bəli, beynimiz o cür eksponensial artımı vizuallaşdıra bilmir. Çoxları bilmir. Amma dünya tarixindəki qlobal buzlaşma dövrləri heç də həddindən artıq dəhşətli, şiddətli qış fəsillərinin qəfil gəlməsi ilə yaranmayıb. Hə, bu detallar çox maraqlıdır. Mexanizm tamamilə başqadır. Sadəcə bir il yay fəsli normadan biraz, yəni bəlkə sadəcə 1 dərəcə sərin keçir. Nəticədə dağlardakı qar tam ərimir. Qış gəlir, o qarın üzərinə yenisi yağır. Aha, qatlar yığılır. Bəli. Növbəti yay yenə biraz sərin keçir, qar biraz da qalınlaşır, o qalın qar günəş şüalarını daha çox geri qaytarır və bölgəni daha da soyudur. Və beləcə, min illər ərzində bu kiçik qalıqlar üst-üstə yığılaraq bütün dünyanı donduran, kilometrlərlə hündürlüyündə buzlaqlara çevrilir. Mürəkkəb faiz budur. Bu, zamanın gücünü göstərən ən yaxşı nümunədir. Elədir. Warren Buffett'in bugün təqribən 84,5 milyard dollara yaxın sərvəti var. Lakin bilirsinizmi? Bunun düz 81,5 miljardı o 65 yaşını keçəndən sonra formalaşıb. Dəhşətli rəqəmdir. Onun sirri nə idi? Hansısa inanılmaz şirkətləri kəşf etməsi yox. O 10 yaşından bəri, yəni tam 75 ildir ki, səbirlə, dayanmadan, bazarda eyni işi görür. Məsələn, Jim Simons adlı dahi bir riyaziyyatçı Buffett'dən dəfələrlə çox illik gəlir əldə etmişdi, təxminən 66%. Amma sərvəti onunkundan azdır. Bəli, sərvəti Buffett'in cüzi bir hissəsidir. Niyə? Çünki o investisiya etməyə 50 yaşında başlayıb. Yəni, əslində işin sirri sehirli rəqəmlərdə deyil. Sus, yat və illərlə gözlə prinsipindədir. Sizin bu buzlaq və qar uçqunu metaforunuz bizi çox həyati bir nöqtəyə gətirir. Baxın, Buffett'in böyüklüyü 75 il pul qazanmasında deyil. Onun 75 il bazarda sağ qalmasında gizlidir. Aha, sağ qalmaq. Bəli, pul qazanmaq böyük optimizm, inam, risk almaq və cəsarət tələb edir. Lakin pulu qorumaq, yəni bazarda sağ qalmaq, tamamilə əks xarakter tələb edir. Bu, paranoik olmağı, hər an qazandıqlarınızın əlinizdən alına biləcəyini qəbul edən bir qorxunu və təvazökarlığı tələb edir. İki tam fərqli xarakter xüsusiyyəti. Tamamilə. 1929-cu ildəki məşhur böyük böhran zamanı Jesse Livermore adlı bir trader var idi. Bazar tamamilə çökərkən o düzgün mövqe tutmuşdu və bir neçə gün ərzində bugünkü pulla düz 3 milyard dollar qazandı. 3 milyard, bir neçə günə. Bəli, o qazanmağı bilirdi. Lakin bundan sonra o özünü yenilməz hiss etməyə başladı, qorumaq instinktini itirdi. Nəticə nə oldu? Cəmi 4 il sonra yenidən böyük risklərə girərək bütün sərvətini itirdi və həyatına son qoydu. Yəni, deməyim odur ki, qazanmaq başqadır, qorumaq isə tamamilə fərqli bir incə sənətdir. Bax, elə burası mənə çox qaranlıq qalır. Yəni, bir tərəfdən deyirsiniz ki, yatırım edib 70 il gözləmək üçün gələcəyin işıqlı olacağına inanmalıyam, nikbin olmalıyam. Düzdür. Bu axı bir insanda ikiləşmiş xarakter tələb edir. Biz eyni anda həm gələcəyə bu qədər nikbin baxıb, həm də qorxu içində necə yaşaya bilərik? Kağız üzərində qüsursuz görünən plan reallıqda işləmir axı. Haqlısınız. Bu ilk baxışdan çox ziddiyyətli səslənir. Lakin bu ikisini birləşdirən həta payı, yəni margin of safety adlanan bir körpü var. Siz hər hansı bir plan qurarkən, o planın heç vaxt sizin istədiyiniz kimi getməyəcəyini də həmin plana daxil etməlisiniz. Yəni B planı kimi bir şey. Hə, amma bu mühafizəkarlıq və ya xorxaqlıq deyil. Bu sizin dözümlülük limitinizdir. Gəlin belə izah edim. Uzunmüddətli planda optimizm mütləqdir. Məsələn, son 170 ildə Amerika iqtisadiyyatı nələr görməyib? 9 böyük müharibə, pandemiyalar, 33 kəskin iqtisadi tənəzzül, fond birjalarının dəfələrlə çökməsi. Bəli, tarix krizislərlə doludur. Amma bütün bunlara baxmayaraq, o 170-lik qrafikdə ümumi xətt həmişə yuxarı, yəni inkişafa doğru gedib. İnkişaf rahatlığın içində deyil. Elə o böhranların və itkilərin içərisində baş verir. Əgər sizin portfelinizdə və ya həyatınızda bir xəta payı, yəni sizi qısa müddətli şoklardan qoruyacaq bir ehtiyat yoxdursa, ilk böhranda panikaya düşüb hər şeyi satacaqsınız. Və o uzun müddətli yüksəlişin bəhrəsini heç vaxt görə bilməyəcəyik. Məhz, gələcəyə nikbin baxa bilmək üçün bu günü qurtaracaq ehtiyatınız olmalıdır.
Deməli, sağ qalmaq üçün gələcəyin hər zaman gözlənilməz, təxmin edilə bilməyən sürprizlərlə dolu olacağını dərk etməliyik. Əslində, elə həyatı formalaşdıran da bu proqnozlaşdırıla bilməyən qəribə hadisələr deyilmi? Mənim yadıma 19-cu əsrdə yaşamış Wagner Jaureg adlı bir psixiatr düşür. Aha, o malyariya məsələsi. Bəli. O vaxtlar siflis, yəni mərəngi xəstəliyi ölümcül idi və heç bir müalicəsi yox idi. Bu həkim çox qəribə bir şey kəşf edir. O, sifilisli xəstələrə qəsdən malyariya xəstəliyi yoluxdururdu. Təsəvvür edirsiniz? Bəli, bu o dövr üçün çox radikal bir addım idi. Niyə belə edirdi? Çünki malyariya insan bədənində çox yüksək qızdırma yaradır. O dəhşətli qızdırma isə sifilis virusunu məhv edirdi. Bu, tibbi cəhətdən tamamilə düzgün, necə deyərlər, rasional bir yanaşmadır. Amma bir də məsələnin insan tərəfi var axı. Valideynlər uşaqlarının qızdırması qalxanda dərhal onu salmağa çalışırlar. Çünki insan övladının o əzabı, o titrəməni çəkməsini görmək istəmir. Təbii bir reaksiya. Məsələn, siz riyazi olaraq borc alıb onu səhmlərə yatırmağın 20 il ərzində rasional olduğunu hesablaya bilərsiniz. Amma əgər bazar çökəndə o borc sizin yuxunuzu qaçırırsa, ailənizdə stres yaradırsa, bu qərar məntiqli deyil. Emosiyalar cədvəlləri hər zaman məğlub edir. Sizin bu maliyyə analogiyanız insan psixologiyasının ən dərin qatlarına toxunur. Bilirsiniz, maliyyə bazarlarında və uğur hekayələrində tam olaraq bu fəlsəfə işləyir. Biz uç quyruqlar, yəni tail events konsepsiyasını anlamalıyıq. Uç quyruqlar, o nə deməkdir? Yəni, həyatda nəticələrin çox böyük bir qismi hadisələrin çox kiçik və gözlənilməz bir qismi tərəfindən müəyyən edilir. Məsələn, Heinz Berggruen böyük bir incəsənət kolleksiyaçısı idi. O, minlərlə rəsm əsəri almışdı. Lakin onu dünyanın ən böyük milyarderlərindən birinə çevirən o minlərlə əsər yox, onların içərisində olan yalnız bir neçə nadir Picasso rəsmi oldu. Yəni kiçik bir hissə böyük nəticəni gətirdi. Bəli, və ya Walt Disneyin hekayəsinə baxaq. O, 1930-cu illərdə iflasın astanasında idi. Şirkəti yüzlərlə qısa metrajlı animasiyalar çəkmişdi, lakin heç biri gəlir gətirmirdi. Dəhşətli bir ümidsizlik dövrü olub. Tamamilə. Və o, bütün riskləri gözə alaraq, o dövr üçün eşidilməmiş bir addım atdı. Tam metrajlı animasiya olan Ağbəniz və 7 cırtdanı yaratdı. Təsəvvür edin, yalnız o tək bir filmin gətirdiyi qlobal uğur sayəsində bütün borclar bağlandı və bugünkü Disney imperiyasının əsası qoyuldu. Venture kapitalistləri də belə işləyir axı. Onlar 10 şirkətə yatırım edirlər, 8-i iflas edir, biri öz pulunu ancaq çıxarır, lakin o sonuncu biri bütün zərərləri ödəyib böyük sərvət gətirir. Bəli, venture dünyası tam olaraq belədir. Bu səbəbdən də hər zaman rasional yox, məntiqli olmalısınız. Əgər siz 8 dəfə uğursuz olanda o şirkətlərə bir qədər sevgi, inan bəsləmirsinizsə, dözməyib oyundan çıxacaqsınız. İnvestisiyalarınızı biraz da olsa sevmək belə o böyük fırtınalarda sağ qalmağınız üçün tamamilə məntiqlidir. Maraqlıdır. Çünki tarix həmişə 2-ci Dünya müharibəsi, 11 sentyabr kimi heç kimin öncədən cədvəllərlə təxmin edə bilmədiyi tək-tük hadisələrlə yazılır. Əgər biz bütün bu mürəkkəb faizləri beynimizlə hesablaya bilmiriksə, həmişə məntiqli davranmağa məhkumuqsa və şans hər zaman bizdən bir addım öndədirsə, yəni bütün bu stresin, yığılan pulun əsl məqsədi nədir? Biz nə üçün bu qədər zəhmət çəkirik? Bir anlıq dayanaraq keçmişə, fərz edək 1950-ci illərə baxaq. O vaxt insanların evləri indikindən çox kiçik idi. Maşınları yavaş idi, gəlirləri də az idi. Amma bugünkü insanların, yəni o vaxtdan 2 dəfə böyük evlərdə yaşayan bizlərin stresi, depressiyası onlardan qat-qat çoxdur. Bəli, bu acı bir reallıqdır. Niyə belədir axı? Mənim düşüncəmə görə problem pulun necə qazanmağımızla bağlıdır. Əvvəllər iş sadəcə fiziki idi. Fəhlə fabrikin qapısından çıxanda işi orada qalırdı. Evə gələndə beyni dincəlirdi. O dövrün ən zəngin adamlarından biri John Rockefeller iş otağında sadəcə krezloda oturub saatlarla divara baxırdı. Çünki onun işi düşünmək idi. İndi isə biz hamımız Rockefellerik. Necə yəni hamımız Rockefellerik? Çünki biz ağır fiziki əməklə yox, beynimizlə, bilik və yaradıcılığımızla pul qazanırıq. Bu isə o deməkdir ki, bizim fabrikimiz, iş yerimiz,
Artıq kirpiçdən hörülmüş bir bina deyil, fabrik birbaşa beynimizin içidir. Cihazlarımız həmişə cibimizdədir. Cümə günü axşam saat 9-da telefona gələn bir bildirişlə bizim beynimizdəki o nəhəng fabrik yenidən işə düşür. Yuxuda belə işləyirik. Aha, yəni heç vaxt işdən çıxmırıq. Tamamilə. Pul bizə bəlkə də daha rahat çarpayılar aldı. Lakin ən qiymətli şeyimizi, zamanımızı və sakitliyimizi əlimizdən aldı. Bax, elə bu müasir dövrün ən böyük və kədərli ironiyasıdır. Və pulun əsl mahiyyəti də burada gizlənir. Bilirsiniz, xoşbəxtliyin hər kəs üçün fərqli bir tərifi ola bilər. Ancaq minlərlə insanın iştirak etdiyi psixoloji sorğular göstərir ki, xoşbəxtliyin ən böyük ortaq məxrəci insanın öz həyatı üzərində nəzarətinin olmasıdır. Öz həyatı üzərində nəzarət. Bəli, səhər oyananda, bugün istədiyim saatda, istədiyim adamlarla və yalnız istədiyim işi edə bilərəm demək azadlığı vara, bax, bu, pulun sizə verə biləcəyi ən yüksək dividenddir. Bəs biz bu nöqtəyə necə çatmalıyıq? Çıxış yolu heç də mürəkkəb riyazi kəşflərdə yox, əslində çox sadə bir vərdişdədir. Pula qənaət etməkdə. Amma hansısa xüsusi bir məqsəd üçün, yəni ev almaq, maşın almaq üçün yox. Sadəcə qənaət etmək xatirinə qənaət etmək. Gəlin 70-ci illərdəki qlobal neft böhranını yada salaq. Dünya enerjisiz qaldı, hər yerdə panika yarandı. Bəs bəşəriyyət bunu necə aşdı? Biz haradasa okeanın dibində gizli böyük bir neft quyusu filan tapmadıq ki? Xeyr, tapmadıq. Biz sadəcə enerjiyə daha az ehtiyacı olan, yanacağa qənaət edən yeni növ kiçik mühərrikli avtomobillər istehsal etməyə başladıq. İnsanın fərdi büdcəsi də eyni ilə belədir. Sizin sərvətiniz yüksək maaşınız deyil. Sizin əsl sərvətiniz həmin o gəlirinizlə göstərişiniz, yəni egonuz arasındakı boşluqdur. Gəlirlə ego arasındakı boşluq çox dəqiq ifadədir. Əgər siz egonuzu boğub o pulu qoruyursunuzsa, siz o vəsaitlə gələcəkdə qarşınıza çıxacaq sürprizlər üçün qeyri-müəyyən, lakin həyati bir zaman satın alırsınız. Təsəvvür edin, bugün dünyada süni intellekt var, qloballaşma var. Milyonlarla dəhşətli dərəcədə ağıllı insan var. Artıq intellekt tək başına bir rəqabət üstünlüyü deyil axı. Bəli, hər kəs ağıllıdır onsuz da. Ən böyük üstünlük çeviklikdir. İngiliscə desək flexibility. İşdə müdirinizlə yola getməyəndə dərhal istefa verə bilmək azadlığı və ya qarşınıza yaxşı bir fürsət çıxanda onu dəyərləndirmək üçün arxanızda ən azı 6 aylıq ehtiyatınızın olması. Sizi məğlub edilməzədən cədvəllər yox, məhz bu çeviklikdir. Düşünürəm ki, fərqli linzalardan baxdığımız bu mənzərə nəhayət aydınlaşır. Sizinlə keçdiyimiz bu məlumat xəritəsindən əldə etdiyimiz ən önəmli şey odur ki, pul doğrudan da sadə riyaziyyat deyil. Ronald Reed kimi bir xadimənin sərvət qazanıb, Harvardlı menecerin iflas etməsi sübut edir ki, pulu idarə etmək sizin nə qədər ağıllı olmağınızla deyil, egonuzu necə cilovlamağınızla bağlıdır. Və biz başa düşdük ki, əsl sərvət yollarda səsküylə şütüyən o Ferrarilər deyil, əksinə bankda saxladığınız o görünməz azadlıq və seçim hüququdur. Tamamilə razıyam. Və ən əsası, zamanın və buzlaqların sirrini, yəni o mürəkkəb faizi hiss edə bilmək üçün bizim hər şeyi hesablayan qüsursuz bir robot yox, xətalara pay buraxan, gələcəyin tufanlarla dolu olacağını qəbul edən məntiqli, səbirli bir insan olmağımız lazımdır. Biz sadəcə qazanmağı yox, bazarda uzun müddət saxtalmağı öyrənməliyik. Düzdür. Və bilirsiniz, əgər bütün bu danışdıqlarımızı, hər bir təfərrüatı bir kənara qoysaq belə, düşünürəm ki, burada sizin üçün yadda saxlamalı olduğumuz çox fundamental, bəlkə də sizi biraz narahat edəcək bir fəlsəfə var. Növbəti dəfə maliyyə sıxıntısı hiss edəndə və ya işdə stresi iliklərinizə qədər duyanda, özünüzdən sadəcə bir şey soruşun. Nəyi? Mənim bu yorğunluğumun, yəni bu gərginliyimin neçə faizi doğrudan da bioloji dolanışıq və ailəmin ehtiyaclarından qaynaqlanır və neçə faizi sadəcə tamamilə mənasız bir şəkildə, onsuz da mənə fikir verməyən başqaları ilə yarışmaqdan, cəmiyyətin o sonsuz sürətli qaçış aparatında yerimi qorumağa çalışmaqdan irəli gəlir. Bəlkə də həyatınızdakı ən gəlirli investisiya, o göstəriş yarışından yavaşca kənara çəkilib, egonuzu kənara qoymaq və sadəcə olaraq öz zamanınızı, öz hüzurunuzu geri satın almaqdır. Nə gözəl və düşündürücü bir yekun oldu. Bəlkə də elə Harvard məzunu Richard Fuscone sahib olduğu hər şeyi böhranda itirib sıfıra düşərkən,
O kəndli Ronald Reedin milyonlar bağışlamasının yeganə sirri elə məhz bu idi. O bilirdi ki, həqiqi təhlükəsizlik cəmiyyətin alqışladığı o lüks malikanələrin şüşə divarlarında deyil, səbir və görünməz dözümlülüklə toxunmuş o sakit ehtiyatın, yəni zaman azadlığının içindədir. Dinləyicilərimiz ümid edirəm ki, bugün cüzdanınıza və bank hesabınıza tamamilə fərqli bir yöndən baxa bildiniz. O zamanı yaxşı dəyərləndirin, özünüzə yaxşı baxın.